Salam, xəbərlərlə tanış olun. Ermənistan silahlı qüvvələri təmas xəttində yerləşən kəndləri bu gecədə atəşə tutub. Düşmən cavab atəşi ilə susturulur. Ukraynada hökumət qüvvələrinin ölkənin şərqində separatçılara qarşı əməliyyatları davam edir. Donetsk vilayətinin Snejny şəhərində raket zərbəsinin yaşayış binasına tuş gəlməsi nəticəsində 11 dinc sakin həlak olub və bina ciddi dağıntıya məruz qalıb. Belə ki, 4 mərtəbəli yaşayış binasına 2 ayrı bucaqdan zərbə endirilib ki, binanın divarı bir neçə hissədən uçub. Eyni zamanda yaxınlıqdakı yaşayış evi avia zərbədən məhv olub. Separatçılar avia hücumlara görə əsas şübhələri Ukrayna ordusuna yönəltsələr də rəsmi Kiyev yerli sakinlərin bu iddialarını təkzib edib. Ancaq üsyançılar qırıcı təyyarələrə və digər aviatexnikaya sahib olmadığından hücuma görə Ukrayna qüvvələrindən şübhələnməyə əsas verir. İsrailin baş naziri Benyamin Netanyahu hökumətə qarşı işlətdiyi ifadələrə görə müdafiə naziri köməkçisi Denny Dannonu vəzifədən uzaqlaşdırıb. Bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb. Qeyd edim ki, Dannon media mənsublarına verdiyi açıqlamada baş nazirin pis və yaxşı nə olursa olsun məsuliyyət daşıdığını və Fələstində əməliyyatların sonu uğursuz başa çatırsa buna görə baş nazirin cavabdeh olduğunu bildirib. Bakı sakini paytaxtda silah satmaq istəyərkən tutulub. Baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Nizami Bağırov Kalaşnikov markalı avtomat silahı, 1 ədəd patron darağını və 5 ədəd patronu satarkən tutulub. Qeyd edim ki, Nizami Bağırov əvvəllər də məhkum olunub. Hava haqqında məlumatla tanış olun. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-27 dərəcə isti təşkil edəcək.